Peyğəmbər İsa, Məsih dedi, hər məsələdə məni xatırladığınız üçün, öyrətdiyim şeylərə sadiq qaldığınız üçün sizi tərifləyirəm. Amma bunu da bilməyinizi istəyirəm ki, hər kişinin başı Məsih, qadının başı kişi, Məsihin başı isə Allahdır. Məsihə bəslədiyiniz ehtiramdan irəli gələrək bir-birinizə tabi olun. Qoy arvadlar ağaya tabi olur kimi əllərinə tabi olsunlar. Çünki Məsih yığıncağın başı bu bədənin xilaskarı olduğu kimi hər də arvadının başıdır. Bəli, yığıncaq Məsihə tabi olduğu kimi arvadlar da hər şeydə ərlərinə tabi olmalıdırlar. Ərlər, arvadlarınızı həmişə sevin. Necə ki, Məsih də yığıncağı sevdi və özünü onun yolunda fəda etdi ki, onu su ilə, yəni Allahın sözü ilə yuyub təmizləsin və pak etsin. Yığıncağı bütün gözəlliyi ilə ləkəsiz, qırışsız və sairəsiz, müqəddəs və eyibsiz şəkildə öz huzuruna çıxarsın. Bunun kimi ər də arvadını öz bədənini sevdiyi kimi sevməlidir. Arvadını sevən özünü sevir. Qoyar arvadının arvad da ərinin ehtiyacını ödəsin. Arvadın bədəni özünün yox, ərin ixtiyarındadır. Ərin də bədəni özünün yox, arvadın ixtiyarındadır.